Salamlayıram ilk öncə sizi, əziz izləyicilər, Böyük Gələcək Kiçik Addımlarla verilişinin növbəti çəkilişindən bugünkü qonağımız isə tanış bir sima Fərid Qafarlıdır. Fərid Qafarlı, səni salamlayıram ilk öncə. Özünü təqdim elə. Salam Cəmaləddin, mən də səni salamlayıram. Mən Fərid Qafarlı, 2015 təvəllüdlü Vətən komandasının 11 liqasında çıxış edirəm. 17 nömrəyəm. Formayla çıxış edirsən. Yaxşı başladın, Fərid Qafarlı, rahatsan və inanırıq ki, verilişin sonuna qədər mənlə qarşılıqlı tanışacağıq. Futbola necə başlamısan? İlk addımların. Futbola ilk addımı mən elə bir evdə başladım. Balaca bir dənə top var idi. Onunla başladım oynamağa və sonra isə böyük toplara keçdim və 4 yaşımda isə futbola getdim. Belə də 4 yaşımdan futbola gedirəm. İlk komandan hansı oldu? İlk komanda Yeni Bakı komandası olub. Ondan sonra da məni Sabaha götürdülər özündən 1 yaş böyüklərə. Sonra isə mən getdim kampa Ajaxa kampa getdim. Sonra Hertha Berlində oldum. Hətta mən bildiyimə görə Hertha Berlində bir rəsmi oyuna da çıxmısan, səhv etmirəmsə. Bəli, Union Berlində də oldu. Union Berlində bəli. Daha sonra Bakıya qayıtdın. Sonra isə Bakıya qayıtdım və mən seçdim ki, karyeramı Vətən komandasında çıxış edəcəm. Və xoşbəxtsən. Bəli. Sənin özünə məxsus bir stilin var. Ola bilər sürətli oyuna üstünlük vermirsən, amma ağıl dolu oyuna üstünlük verirsən. Futbolla, topla hərəkətlərin və topla davranışın əladır. Bu mənim şəxsi düşüncəmdir ki, sən futbolla, topla əla davrana bilirsən. Sənin futbolla bərabər eyni təsir və mane olurmu? Məsələn, futbolla məşğul olmağa. Hayır, hamısı çatdırır. Hamısını çatdırırsan. Vaxtın olurmu öz şəxsi hobbiləri vaxt ayırmağa? Məsəl üçün, futboldan əlavə hobbin varmı? Sevimli bir işin varmı? Nə məsələn? Mən xoşlayıram Lego yığmağı. Hə, Lego. Yəni ona vaxt ayıra bilirsən. Bəli. Neçə gün futbola gedirsən, məşq edirsən? Həftənin elə bir bütün günləri. Amma bundan əlavə olaraq öz sevdiyin və hobbinlə məşğul ola bilirsən futboldan əlavə olaraq. Sən sinifdə oxuyurdun? Mən 5-ci sinifdəyəm. Dərslərdə yaxşı oxuyursanmı? Bəli. Belə bir seçim verim. Yəni sənə əgər futbolla təhsilin arasında qalsan, hansını seçərsən? Mən futbolu seçirəm. Düşünmədən futbolu seçərsən. Bəli. Bir idmançının xarakterizası onun tutduğu yolu nə qədər müqəddəs bilməyindəndir. Təhsil də bizə vacibdir, önəmlidir, amma sən sevgin, qəlbin, ruhunla bağlı olduğun işə futbola etmək istəyirsən. Əgər sənə belə bir şans verilsəydi ki, Avropada çıxış etmək hüququ, hansı klubu çıxış edər? Amma tam sənmi? Mən bir istəyərdim, mən Arsenalda çıxış edim. Ağıl seçimdir. Mən deyənə qədər bu qədər uşaqlarla bu verilişləri çəkmişəm. Birinci dəfə də Arsenal komandasını adını eşidirəm. Yaxşı, Azərbaycanda çıxış etsəydim, hansı kluba çıxış etmək istəyirəm? Azərbaycanda çıxış etsəydim, birincisi növbədə liqaya qalxmaqdır, amma klubun fərqi yoxdur. Yəni, əsas liqada oynamaqdır. Fərid, keçən mövsüm 11 liqasında möhtəşəm oyunlarım olub. Bərabər də olmuşuq və mən çox oyunları şərh etmişəm, çox oyunları. Yadda qalan bir oyunun varmı? Həmin oyunda füsunkar bir qol və yaxud da füsunkar epizod, ola bilər möhtəşəm bir qol və yaxud da oyuna təsir edən hər hansı bir hərəkətin varmı? Həmin oyunu xatırlayacağım. Mənim elə 2 dənə oyunum olub, hətta 3 dənə. Birincisi EFA ilə oyundaydı. Onda biz komanda ilə geriyə düşmüşdük, amma Hesabı xatırlayırsanmı? Bəli, 4-4 olmuşdu. Onda biz birinci hissədə 3-0 uduzanda mən bir qol başla vurdum. Sonra isə mən komanda yoldaşım bir dənəsində vurdu. Kimə ötürmə etmişdin? Yox, heç kim ötürmə eləmir, amma komanda yoldaşım vurdu. Hesab oldu 3-2, sonra onlar təzədən vurdular. Mən ikinci hissədə yenə bir qol vurdum və axırda da biz yenə vurduq, hesabı 4-də elədik. Başqa xatırlayacağım oyunu. Məsələn, Ulduzla bir oyunum var. Bəli. Mən xatırlayıram, ümid edirəm sən də xatırlayırsan. Həmin oyunda möhtəşəm bir epizod var idi. Onu sənin dilindən eşitmək, mən şərhimlə ona danışmışam, amma sən belə deyək ki, sənin dilinlə o oyunu xatırlamaq istəyirəm. Onda mən elə bir səhv oldu.
elə bir müdafiəmiz səhv elədi, amma bizim qapıçımız topu götürdü, vurdu. Top üstünə gəldi. Məndə isə beynimdə iki fikir var idi. Top yerə düşsün, saxlayım, alladım, vurum. Və yaxud da ki birbaşa. Ya da ki birbaşa. O hər şey beynindən atdım. Top yuxarıdan gələn topu bir Beynivə deyil, hisslərvə tabe oldun həmin epizodda. Fantastik bir qol xatırlayıram və onun şərhi də mənim yadımdadır hətta. Yəni ki, mən qorxmurdum ki, qol olsa, mən vurdum zərbəmi. Bəli, artıq orada inam ruhu ilə orada qol vurmaq lazım idi. Bəzən futbolçularda belə bir hisslər var. Səlcuq İmamın vurduğu bir qol var epizodda. Türkiyə Avropa Çempionatı qruplarına qatılmaq üçün. Həmin epizodda hamı ötürmü gözlədiyi anda Səlcuq İmam topu qapıya tərəf vurur və qolu sual verirlər Səlcuq İmama. Səlcuq İmam deyir, həmin epizodda ayağım deyil, ruhum o topu vurmuşdu. Sən də həmin epizodda elə ruhunla o qolu vurmuşdun. Başqa xatırlayacağım bir oyun, bəlkə sənin yadına Bir də Qarabağ oyunu. Orada epizodları. Orada biz komandanın elə bir o bütün gücü əlimizə yığıb Qarabağla oyunda bir fantastik bir geri dönüş elədik. 3-0-dan biz 3-3 elədik. Biz ikinci dəqiqədə qol buraxdıq. Sonra təzədən buraxdıq. Hətta 2 də deyildi. Birinci dəqiqə 20 saniyə idi. Bəli. Sonra isə 3 dənə qol buraxandan sonra birinci hissədə biz qol vurduq. 3-1 getdi də minimal hesab. İkinci hissədə cərimə oldu. Müəllim də mən verdi cəriməni. Məsafə yaxın idi. Zərbə ilə vursaydım top elə bir dəyəcəkdi canlı sərdə. Mən dedim ki, elə bir çırpaçkan vurum, Panenka ilə, göylə, zərbə ilə. Mən vurdum, top düz getdi 9-luğa. Düz 9-luğa, bəli. Fərid Qafarlı təmizləyir 9-luğun tarını. Sonra məsələn bir oyunun qurtarmağına 3-4 dəqiqə qalmışdı. Yenə elə bir ondan da daha yaxın məsafə idi. Elə bir penaldan 1-2 metr arxadaydı. Mən yenə də eyni kraydan yenə eyni vurdum. Prosta top belə düşürdü. Paraşüt kimi düşürdü uzaq güncə. Bəli, yadıma gəlir. Sənin möhtəşəm oyunların çox olub və mən bu xatırladığım sadəcə 3 böyük komandalara qarşı idi. Amma mən buna hər dəfə bu epizodları deyirəm, mən bu sözləri deyirəm bəzi futbolçular haqqında. O futbolçular ki, meydana daxil oldu, onlardan çox şey gözlənilir. Sən də həmin futbolçulardan bilirsən ki, meydanda hərəkətlərin, hücum axıntı olduğu tərəfə səndən çox şey gözlənilir. Sən topla hərəkət edərkən hamı sənə baxır. Hər hansı bir hərəkətin həmin epizoddan çıxmağındır. Mən bir dəfə yadıma gəlir, komandanın adını şərti olaraq deməyəcəm, X komandası. Varza apardım və topu üçüncü nöqtəsinə yaxın olan bir nöqtədən heç kimi inanmayacağı şəkildə qabağa açdım və ötürmə etdim. Qol oldu həmin epizodda və şərhi də möhtəşəm vermişəm. Həmin oyunda sözüm onda deyil təbii ki. Sən komandada oynadığın fiqur, yəni oynadığın mövqe, oynadığın topun misalında deyirəm, səndən çox şey gözlənilir. Həqiqətən də sən özün də mən oyunların şərh edəndə mən sən topu götürəndə sanki hər hansı bir saniyə ərzində neysə dəyişiklik olacaq deyə düşünürəm. Həqiqətən də məni yanıltmırsan və bugünkü gündə bizim verilişimizə bax, bu seçilən amillərlə qonaqsan. Sən fərqlisən. Mən sənə uğurlar arzulayıram ilk öncə buna görə. İnanıram ki, tutduğun bu məşəqqətli yol sənə asan gələcək. Çox şükür. Fərid, gəl biraz futboldan aralaşaq, uzaqlaşaq. Var sevdiyin bir yemək? Ən əsas mövzuya gələk yaxına. Mən çox vaxtı yeməyə vaxtım çatmır, ona görə elə bir marketdə belə məşqdən qabaq arada belə baton çıxalıram ki, məşqdən qabaq nəsə yeyim, gücüm olsun. Çox vaxt yoxdur elə bir. Mən məktəbdən gələndə onlayn dərsə qoşuluram, ondan sonra isə məşqə gedirəm. Yaxşı. Dünya futbolunu əgər bütün futbolçuları tənzimləsək, bir 11'li düzəltməyə şansın olsa, necə bir 11'lik olar? İlk öncə qapıdan başlayırıq. Qapıya kimi qoyarsan? Mən qapıya qoyaram... Əli Fəttah Sani. Olar. Olarsa, əlbəttə kimi istəsən olar.
Onlar komandamızın ən yaxşı qapıçısını qoyaram. Müdafiə xəttinə. Müdafiə xəttinə mən qoyaram Jonathan Tantanı. Sonra isə Upamecano. Yanında. İki Bavariya oyunçusu. Sağda isə mən qoyaram Reece James'ı. Maraqlı seçimdir. Solda isə mən qoyaram Calafiori-ni. Çox maraqlı seçimlər edirsən. Yarım müdafiə xəttinə qayıdaq. Yarım müdafiəçisi. Declan Rice. Real Madriddə vurduğu 2 əfsanəvi qol. Sonra onun yanında solda isə Vitinha, sağında isə Bruno Fernandes. Çox maraqlı seçim. Bizim xətti maraqlıdır mənə. Çox maraqlıdır. Sağa mən qoyaram Michael Olise. Solda isə mən qoyaram çox variant var. Mbappé'ni. Hücumda isə Victor Gyökeres'i. Mən birinci dəfədir ki, Cristiano Ronaldo və Messi heyət görürəm. Birinci dəfədir. Bu yaşıma qədər. Fərqli futbolçu və fərqli uşaq olduğunu artıq o Arsenal seçimindən sonra ortaya qoymuşdum. Onu bilirdim, amma heyətdə bu cür dəyişiklik sadəcə möhtəşəmdir. Yaxşı, baş məşqçi. Baş məşqçini mən qoyaram Xabi Alonso. Özün əgər bu komandada oynamaq şansın olsaydı, hansı mövqedə oynayardın, kimin yerində? Mən əslində hücumçuyam, amma mən ortada daha yaxşı oynaya bilərəm. Kimin yerində? Məncə Rice'ın yerinə dayaq yarım müdafiəçisi kimi. Declan Rice, hücuma meyilli yarım müdafiəçisi kimi oynatmaq istəyirdin, yoxsa dayaq yarım müdafiəçisi kimi? Yox, hücuma. Ola bilək. Baş məşqçi də Xabi Alonso. Ənənəvi sualdır bu. Bütün dünyaya artıq xasılır. Messi, Ronaldo. Messi. Yeni Messi. İşim verir. Cəsur cavaba görə səni təbrik edirəm. Biraz da sənə sualı çətinləşdirim. Mən biləni sən atanı daha çox böyük məhəbbət bəsləyirsən. Atan da sənə bu yolda, futbol yolunda çox böyük dayaqdır hər barədə. Soyuq demədən, yağış demədən, qar demədən, günəş demədən mən şahidəm, ən azı 8 ay şahidəm ki, yanındadır. Əgər bir sual verəcəm, amma səmimi cavab. Əgər sənin atan futbola icazəsini verməsə, yenə futbola davam edərsənmi? Mən davam edərəm. Buna xarakter deyirlər. Axı, mən səni demişdim, sən qəribə və maraqlı bir futbolçusan. Həqiqətən bu sevgi, necə ki, mən öz adıma danışıram. Səhər yuxusundan heç kim məni ayrıla bilməz. Yəni, mən səhər yuxusunu çox sevirəm. Amma futbol olan günləri özümdən asılı olmayaraq saat 7-də yuxudan dururam. Gecə saat, hətta yatmasam belə dururam. Çünki bu mənim sevgimdir. Mənim məhəbbətimdir. Bütün qəlbimdə olan istəklə mən bağlanmışam buna. İnsan bir işi müqəddəs, bir işi əziz bilirsə, həmin yolda irəliləməlidir. Həqiqətən də bu cavablarınla necə bir böyük xarakter olduğunu sən ortaya qoydun. Həqiqətən bu mənə çox zövq verdi. Tam səmimi deyirəm. Çox böyük zövq verdi mənə. Yəni, mən sənin düşüncələrin fərqli olduğunu, fərqli futbolçu olduğunu, fərqli futbol stilinə malik olduğunu bilirəm, görmüşəm. Həqiqətən o belədir. Sənə deyiləcək çox xoş sözlərim var. Kitab halına salsan bir neçə cild edər. Sənə sadəcə afərin deyirəm. Halal olsun deyirəm. Həm Allahdan valideynlərə can sağlığı diləyirəm. Allah da can sağlığı versin sənin kimi övlad yetişdirir və belə bir futbolçuya üzbəüz oturmaq mənim üçün sevinci. İnanıram ki, bir neçə ildən sonra bu bir neçə il, 5 il, 6 il, 10 il olacaq və şərəf və qurur hissi ilə deyəcəm ki, Fərid Qafaqlının oyunlarını şərh etmişəm. Veriliş haqqında düşüncələrin çox maraqlıdır. Yəni, bu verilişin haqqında nə düşünürsən? Veriliş yaxşı idi. Mən birinci dəfə deyil ki, verilişdəyəm. Mən ki, buna hər dəfə hazıram. Çox rahatsan. Yəni ki, lap olsun bundan sonra birinci saniyə mənə veriliş desə, mən rahatam. Çünki mən 4-5 yaşımdan veriliş vermişdim. Fərid, çox mükəmməl oldu, çox xoşuma gəldi mənim. Həqiqətən də rahat, çox əla danışdın, sərrast danışdın. Bu mənə zövq verdi. Sadəcə bu reportajdan zövq aldım. Minnətdaram sənə.
dəyərli dəqiqələrimi mənə sərf etdiyin üçün. İnanıram ki, uğurların bol olacaq, saysız olacaq. Misilsiz dəyərləndirmə və saysız medallar, kuboklar sənə arzu edirəm. Avropa yolunda ayaqda tikan batsa da gözlərin açıq dik olacaq. Buna inanıram və inanıram ki, tezliklə səsin hansısa Avropa klublarının birindən gələcək. Minnətdaram, təşəkkür edirəm. Uğur olsun.